Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam əziz izləyicilər, bugün sizlər üçün bürclərin gündəlik astroloji proqnozunu təqdim edirik. Ulduzların mövqeyi bəzi bürclər üçün yeni imkanlar, bəziləri üçün isə diqqətli davranmağı tələb edən məqamlar vəd edir. Unutmayın ki, astroloji proqnozlar ümumi xarakter daşıyır və hər kəs üçün eyni şəkildə özünü göstərməyə bilər. Gəlin birlikdə günün bürc şərhlərinə nəzər salaq. Qoç bugün həyatınıza yeni enerji daxil olur. Qarşıdakı bir ildən artıq müddətdə yaradıcılıq, sevgi və şəxsi inkişaf sahəsində şansınızın artacağı bir dövr başlayır. Özünüzü daha sərbəst ifadə etmək, yeni hobilər qazanmaq və maraq dairənizi genişləndirmək üçün əlverişli imkanlar yaranacaq. Yaradıcılıq tələb edən işlərdə uğur qazanmaq ehtimalınız yüksəlir. Romantik münasibətlərdə də xoş yeniliklər mümkündür. Əgər həyatınızda xüsusi biri varsa, münasibətləriniz daha da möhkəmlənə bilər. Subay qoçlar üçün isə yeni tanışlıqlar və maraqlı görüşlər gündəmə gələ bilər. Bununla yanaşı gün ərzində bəzi gecikmələr və ya yarımçıq qalan ailə məsələləri yenidən gündəmə çıxa bilər. Köhnə planları yenidən gözdən keçirmək və evlə bağlı işləri tamamlamaq üçün münasib zamandır. Tələsik qərarlar vermək əvəzinə bütün detalları diqqətlə yoxlamaq daha faydalı olacaq. Bu gündən etibarən ailə, ev və şəxsi rahatlıq sahəsində uzun müddətli müsbət dəyişikliklər başlayır. Qarşıdakı dövrdə yaşayış şəraitinizi yaxşılaşdırmaq, ev almaq, təmir etmək və ya ailə münasibətlərini daha da möhkəmləndirmək üçün əlverişli imkanlar yaranacaq. Yaxınlarınızdan alacağınız dəstək sizə əlavə güc və motivasiya verəcək. Ailə üzvləri ilə münasibətlərinizdə daha çox anlaşma və səmimiyyət hissi olunacaq. Gün ərzində isə ünsiyyət və nəqliyyatla bağlı kiçik gecikmələr yaşana bilər. Elektron cihazlarla işləyərkən, vacib sənədləri hazırlayarkən diqqətli olmaq tövsiyə olunur. Eyni zamanda uzun müddətdir əlaqəniz olmayan insanlarla yenidən görüşmək və ya köhnə dostlarla münasibətləri bərpa etmək ehtimalı da var. Sizlər bugün həyatınızda öyrənmək, ünsiyyət qurmaq və yeni biliklər əldə etmək baxımından məhsuldar bir dövr başlayır. Qarşıdakı bir ildən artıq müddətdə təhsil, media, yazıçılıq, satış və kommunikasiya sahələrində uğur qazanmaq şansınız artacaq. Yeni tanışlıqlar, maraqlı layihələr və faydalı əməkdaşlıqlar gündəminizə daxil ola bilər. Fikirlərinizi ifadə etmək daha asan olacaq və ətrafınızdakı insanlar sizi daha yaxşı anlayacaqlar. Bununla yanaşı maliyyə məsələlərində ehtiyatlı davranmaq tövsiyə edilir. Gəlir və xərclərlə bağlı planlarınızı yenidən nəzərdən keçirmək, lazımsız xərclərdən uzaq durmaq gələcəkdə daha uğurlu nəticələr əldə etməyinizə kömək edəcək. Xərçəng bugün maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün yeni imkanların yarandığı bir dövr başlayır. Qarşıdakı aylarda gəlirlərinizi artırmaq, yeni qazanc mənbələri əldə etmək və bacarıqlarınızı gəlirə çevirmək üçün əlverişli şərait formalaşacaq. Özünüzə olan inamınız da əvvəlkindən daha çox artacaq. Yeni ideyalar və təşəbbüslər sizə uğur gətirə bilər. Lakin bugün tamamilə yeni layihələrə başlamaq üçün ən uyğun vaxt hesab olunmur. Bəzi planlar düşündüyünüzdən daha yavaş irəliləyə bilər. Buna görə də mövcud işləri tamamlayaraq addım-addım irəliləmək daha düzgün seçim olacaq.